Geyimimiz, hüququmuz biridir, şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir, aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı, min arzula alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri, ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri, ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı, min arzula alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri, ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri, ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri, ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri, ömrümün ən şirin
Mən də hər kəsi salamlayıram. Bütün sizin 11 ildə əziyyətini çəkən kollektivə təşəkkür edirəm. Başda müdiriyyət olmaqla bütün qonaqlara, bütün valideynləri salamlayıram. Əziz məzunlar, müstəqil həyata qədəmləriniz mübarək olsun. Yolunuz həmişə uğurlu, xeyirli, şanslarınız bol olsun. Təbrik edirəm sizi. Həmişə səsiniz gözəl yerlərdən gəlsin. Uğurlarınız bol olsun. Bir daha təbrik edirəm. Səhv eləmirəmsə, onlarla birlikdə hazırlanıb mən bir dəqiqə ora gəlim. İnşallah xanım, buyurun. Salam, hörmətli direktorumuz, qonaqlarımız, valideynlər, əziz valideynlər, əziz şagirdlər, hər birinizi ürəkdən təbrik edirəm. Yolunuz açıq olsun, işıqlı olsun, halal xoşunuz olsun. Çox sağ olun. İndi isə mən 11C sinfinin nömrəsi bir hissəsi olaraq nominasiya nömrəsində bizim bugünkü qonağımız 11C sinfin qonağı ADA Universitetinin tələbəsi, Olimpiyada qalibimiz Abbasov Rəhmana və UNEK-in İqtisad Universitetinin tələbəsi yüksək balla universitetə qəbul olmuş tələbəmiz, məzunumuz Leyla xanıma, Leyla Bayramovaya söz verirəm. Xanımlar və cənablar, bu vida gecəsini hüzündən deyil, 11C sinfinə yaraşan böyük bir şov və şən əhval-ruhiyyə ilə yadda saxlamaq üçün hər birinizə xoş gəldiniz deyirik. Biz 11 il ərzində bir-birimizin daxilində elə gözəl xüsusiyyətlər kəşf etmişik ki, rəqsimizdən əvvəl hər bir dostumuzu özünə məxsus nominasiya ilə bu səhnədə taclandırmaq istəyirik. Elə isə başlayaq. Onun qarşısında heç bir argument dözə bilməz. Danışmağa başlayanda saatları dayandıran, ən çətin vəziyyətdən belə bircə cümlə ilə çıxmağı bacaran sinfin spikeri Tamerlanı dəvət edirik. Növbəti olaraq səhnəyə elə bir məzunumuz. Onun yanında heç kimin məyus olmağa, depressiyaya düşməyə haqqı yoxdur. Sinfimizin canlı enerji və motivasiya mənbəyi Hüsniyəni dəvət edirik. Bir tane bakın foto çekin. Bura bakın. Bakın bakın. Xanımlar və cənablar, növbəti məzunumuz səhnəyə gələrkən hamıdan başını biraz yuxarı tutmağı xahiş edirik. Çünki o yerdə yox, göylərdə uçur. Sinfimizin basketbol ulduzu Səidi çağırırıq. Foto çeksin. O məktəb illəri boyu heç kimin xətrinə dəymədi. Heç bir səsliyə davaya qoşulmadı. Gözəl əxlaqı ilə hamımızın qəlbinə taxt vuran sinfimizin incisi, sakitliyin gözəlliyi Xədicəni dəvət edirik. Fotoya bakın. Və budur. Onun olduğu yerdən nə top keçər, nə də quş. Sinfimizin aşılmaz səddi, gələcəyin böyük müdafiəçisi, səhnəyə keçilməz qala, Ələddini çağırırıq. Növbətini deyin də siz. İndi isə xahiş edirik, Foto çək. kameralarınızı və telefonlarınızı hazırlayın. Çünki indi səhnədən əsl zəriflik və gözəllik fırtınası keçmək üzrədir. Sinfimizin mavi gözü Səmanı dəvət edirik. Belə ki o, daxil olduğu hər məkanı dərhal işıqlandırır. Səmimi təbəssümü və istiliyi ilə 11 il boyunca hər çətin gündə sinfimizi aydınladan, hamımızın sevimli sarı günəşi Sultanı alqışlarla dəvət edirik. Digər məzunumuz isə zərifliyi ilə bərabər daxili ağırlığı və müdrikliyi ilə seçilir. Yaşıdlarından daha yetkin düşünən, hər sözünü ölçüb biçib deyən,
sinifimizin təmkin və huzur qaynağı Nigar gəlir. O səhnəyə gələrkən GPS cihazlarınızı və telefon naviqasiyalarınızı söndürə bilərsiniz. Çünki onun olduğu yerdə azmaq qeyri-mümkündür. Gələcəyin böyük kəşfiyyatçısı, sinifimizin canlı xəritəsi Günhanı dəvət edilir. O boş zarafatlara səskiyə vaxt itirməz. Prinsipləri olan sinifimizin ən güclü və ciddi xarakterli xanımı, fəlsəfə kraliçası Ləmanı dəvət edirik. Sinifdəki səs-küyə baxmayaraq, hər gün öz hüzurlu dünyasına çəkilərək, dərslərin nizamını və sakitliyini qoruyan yuxularımızın keşikçisi Mikailə dəvət edilir. O nağıllardan çıxmış bir qəhrəman kimidir. Ən balacamız olmasına baxmayaraq, gözəl təbəssümü ilə seçilən Foto çəkdirək də. Düyməciyi Nigarı dəvət edirik. O, sinifimizin ən təmkinli qəhrəmanıdır. Heç bir səs-küyə qoşulmaz, heç kimin xətrinə dəyməz, Müəllimə, bir amma dəfə- ehtiyac yarananda hamımızın arxalandığı bir dağ kimidir. İpək qəlbli pəhləvanımız Vaqif gəlir. O harda bir haqsızlıq görsə səssiz qalmaz. Hamının köməyinə çatar. Enerjisiyle sinifimizi irəli aparan, mərhəməti ilə hər kəsi istər. Sinifimizin rəsmi ədalət qoruyucusu Gülayı çağırırıq. Digər məzunumuz səhnəyə gələrkən hamıdan qaydalara ciddi əməl etməyi tələb edirik. Çünki onun iti nəzərlərindən heç bir qanun pozuntusu yayına bilməz. Səhnəyə sinfin asayiş keşikçisi Seyid gəlir. Bu məzun sinifimizin ən təhlükəli, amma ən sevimli şəxsiyyətidir. Müəllimlərə mələk, dostlarsa fırtına olan, səhnəyə sakit suyun dərinliyi Hüseyni dəvət edirik. O, böyük teatrların aktyoru olmaya bilər. Amma sinifimizdə elə situasiyalar yaradıb ki, hamımız heyran qalmışıq. Öz kiçik rolu ilə böyük vəziyyətlərdən çıxan oğlan Muradı dəvət edilir. Növbəti məzunumuz səssizcə kənardan hər şeyi izləyən, amma hər zaman öz fərqli tərzi və duruşu ilə hamıda maraq oyatmaq bacaran, sinifimizin əsl inkognitosu Ramili dəvət edirik. Axtung, axtung, xanımlar və cənablar. Növbəti məzunumuz fiziki olaraq bizim sinifdə əyləşsə də, ruhən çoxdan Avropanın mərkəzindədir. Biz dərslərdə tənəffüsü düşünəndə o artıq Frankfurt reysinin saatlarını yoxlayırdı. Özü müəyyən səbəbdən bugün bizimlə olmayan Rəsulun mükafatını dostu ilə özünə göndərir. Məktəb Çıx geriyə illərində çəkil, bizimlə gel bərabər götürsün, olan, geniş. hamımıza coğrafiyanı sevdirən, sinif rəhbərimiz Sevinç müəllimənin təşəkkür diplomunu qəbul etmək üçün gurultulu alqışlarla səhnəyə dəvət edirik. Xanımlar və cənablar, və budur. Bu möhtəşəm tədbirin ən böyük və ən əhəmiyyətli və hamımızın səbirsizliklə gözlədiyi o an gəlib çatdı. Biz bu gün Çəkərəm, burada pardon, fərqli nominasiyalarda medallar qazandıq. Amma bütün bu çempionları bir araya toplayan, bizə hər addımda yol göstərən, səhnəyə gecənin mütləq qalibini, sinifimizin böyük kapitanını və qəlbimizin çempionu kobotunu almaq üçün əzimiz Şəhla müəlliməni dəvət edirik.
istəyirsən Yusuf? Hangi tatlı? Bugün de tatlı. Ben Azerbaycanlıyım. Azerbaycan! Umrime hoştu, o burada değil, kalbime hoştu. O bir hayal, o bir nefes, onun sesi en güzel ses. Onsuz hiç neyim, yok rengi, onunla her an farklı. O benim ilham perim, o benim tek şerenim. Mesafeler bizi yormaz, kimse benimse hiç anlamaz. Neyse de, yağış yağsa da, boran olsa da, tufan olsa da. Buna getiren beni, seni yeniden görmeye hevesim. Sana getiren beni, sevgi gözlerime nuresi. Kalbimin şeklini çek. Gör bir orada neler var. Senden, benden, yüreğim seni arzular. Şehrimi çekecek yerden, güzelini çekecek benden. Kalbim yanır, çekecek senden. Şehrimi çekecek yerden, güzelini çekecek benden. Kalbim yanır, çekecek senden. Çekecek senden. Çağlar çok sağ olun. Teşekkürler olurlar size. 11 B sınıfı. Buyurun sahneye. 11 B sınıfı kızlar. Bununla da son beylerimiz olacaktır. Birbirinize tebrik ediyoruz. Uğurlarınız bol olsun. Əziz 11 C sinfi, sizi bu gözəl, bu özəl, son zəng münasibətilə, bu gözəl gün münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bir müavin kimi, rəhbər kimi, müəllim kimi yox, bir doğma ana kimi sizi səmimi qəlbdən təbrik edirəm. Hər biriniz çox əzizsiniz, çox dəyərlisiniz. Hər nə, əgər biraz haqqım varsa üstünüzdə biraz da olsa,
bütün uşaqlar olduğu kimi sizlərə də halal xoşunuz olsun, halalınız olsun. Çünki siz çox saf, dünyanın çox saf qəlbli insanlarsınız. Yəni uşaqlar elədir. Yəni onlar ayrıcadır. Yəni dünya onların sayəsində gözəllik qazanır. Bir gün müəllim haqqında bəzən deyirlər, müəllim aksiya olmalıdır. Bəli. Nə mənada? Müəllim çöldə əsəbləşə bilər, hirslənə bilər, müəyyən problemlər istər işdə, istər evində ola bilər. Amma sizin qarşınıza biz müəllimlər həmişə gülləriz çıxırıq ki, məsələn, mən özüm sizi görəndə çünki çox xoşbəxt oluram, ona görə sizin qarşınıza çıxanda əsəbləşsin də ürəkdən əsəbləşmirəm. Müəyyən sizin təlim-tərbiyənizdə dəstəyim olsun deyə əsəbləşirəm ki, yəni sizə gələcək həyatda bir yaxşı, möhkəm vətəndaş kimi yetişəsiniz. Çünki tərbiyənin, təlimin formalaşmasında səmimi, saflıq qədər, həmçinin möhkəmlik, iradəlik, dözümlülük lazımdır. Ona görə də sizə hər şey halaldır. Sizdən ötürü çox darıxacam, amma bugünkü günü keçmiş məzunlarımızla necə əlaqə saxlayırsa, yenə də yanımızdadırlarsa, yenə də biz onların yanındayıqsa, eləcə də hər zaman sizin yanınızda olacaq. Çox sağ olun, təşəkkür edirəm. Bir daha tərim. Mən sənə bir iştirak edə bilmədim sırrı səbəblərdən. Onların əvəzinə sizi yenə də təbrik edirəm. Müslüm müəllimlərimiz təbrik etdi sizi. İnşallah yüksək zirvələrdən səsiniz gəlsin, hamınızın həyata atılmayırsınız. Məktəbsiz həyatdır, düzdür, amma təhsilinizi siz başqa pillələrdə davam edə bilərsiniz inşallah. Hamınızı uğurlar arzulayıram, hamınızı öpürəm. Maşallah, boyumuzdan hündür uşaqlarımızsınız artıq. Maşallah olsun hamınıza. Öpürəm hamınızı. Digər illərdə gəlib məktəbimizdə ziyarət edə bilərsiniz. Məzun, daha doğrusu keçmiş məzunlar kimi və mən həmişə buradayam. İbtidai sinif müəllimlərimiz də buradadır. Sizləri görməyə şad olarıq həmişə. Məzun günü münasibəti ilə təbrik edirəm. Onlara bu müstəqil həyatda can sağlığı, uğurlar, bol şanslar arzulayıram. Arzu edirəm ki, həmişə uğurları bol olsun, ailələrini sevindirsin. Təbrik edirəm, şahlar sizə.